1941-ci il oktyabrın 5-də faşistlər Yuxnov şəhərini ələ keçirəndən sonra Moskvaya 190 kilometr qalıb və şəhərə yaxınlaşanların qarşısına çıxacaq hərbiçi sayı çox az olub. SSRİ-yə ən böyük zərbə Vyazma yaxınlığında baş verən döyüşdə olub. Sovet ordusunun yarım milyondan çox hərbiçisi əsir düşüb. Yalnız oktyabrın 7-də axşam saatlarında Qırmızı Ordu komandanlığı vəziyyətin fəlakətə yaxın olduğunu başa düşüb. Son ümid yeri 3,5 min nəfərdən ibarət Podolsk kursantlar olub. Gənc döyüşçülər 200 tankı və 20 min seçilmiş əskəri olan Wehrmachtın 57-ci motorlu korpusuna qarşı döyüşməli olub. Kreml ən pisinə paytaxtın faşistlər tərəfindən tutulmasına hazırlaşmağa başlayıb. Döyüşün davam etdirilməsinə şərait yaratmaq və itkilərdən asılı olmayaraq düşmənə böyük ziyan vurmaq üçün SSR rəhbərliyi yandırılmış torpaq taktikasından istifadə etmək qərarına gəlib. Moskvanın itirilməsi ilə Rusiya uduzmur başlıqlı məqalələr ölkə əhalisini dövlətin əsas şəhərini təslim olmasına mənəvi cəhətdən hazırlamağa yönəlib. Eyni zamanda paytaxtın Samaraya köçürülməsinə hazırlıq gedib. Oktyabrın 15-də Dövlət Müdafiə Komitəsi 801 saylı məxfi qərar qəbul edib. Bu qərara əsasən SSR hökuməti, Xalq Müdafiə Komissarlığı, SSR Ali Sovetinin rəyasət heyəti və bütün xarici nümayəndəliklərin Volqa sahilindəki şəhərə köçürülməsi nəzərdə tutulub. Öz növbəsində ordunun baş qərargahı təxliyə edilib. Xarici İşlər Komissarı Malatov və SSR-nin rəyasət heyətinin sədri Kalinin gediblər. Lakin SSR Nazirlər Kabinetinin sədri Stalin və Daxili İşlər Komissarı Beriya Moskvada qalıblar. Buna baxmayaraq Stalin təxliyəsi üçün xüsusi qatar və döyüşçülər eskadrası müşahidə edəcəyi Douglas təyyarəsi hazırlanıb. Moskva Sovet dövründə sənaye şəhəri olub. Payızın əvvəlində şərq istiqamətində müəssisələrin intensiv təxliyə aparılsa da bir çoxları vaxtında çıxarılmayıb. Sadəcə olaraq onları partlatmaq qərarı alınıb. Ümumilikdə 1,1 min obyektin, o cümlədən hökumət evi, post idarəsi, mərkəzi teleqraf körpülər, həbsxanalar, böyük teatr və digər sənət məbədləri, muzeylər, hətta qədim kilsələr partlayış üçün minalanıb. Qeyd edək ki, muzeylərdən və milli irsdən olan bütün sərvətlər əvvəlcədən şərqə köçürülüb. Onlar həmçinin Leninin cəsədini mavzoleydən Tümen şəhərinə aparıblar. Bundan sonra istehkamçılar tarixdə ilk dəfə bağlanan Moskva metrosunu minalayıblar. Bu da sonda güclü çaxnaşmaya səbəb olub və oktyabrın 16-da 10 minlərlə Moskvalı Sibirə getmək üçün bir gündə qatar stansiyalarına qaçıblar. Bütün bunlara baxmayaraq şəhərdə 3 müdafiə xətti, silah, partlayıcı maddələr və ərzaq olan gizli anbarlar yaradılıb. Hətta 250 min qadın və uşaq Moskva ətrafındakı xəndək və tank əleyhinə çuxurların qazılması işinə cəlb olunub. Bundan əlavə çekistlər yeraltı qruplar təşkil edərək güya Sovet hökumətindən narazı olan və faşistlərə işləmək istəyən agentlər hazırlayıblar. Tarixçilər hesab edir ki, Moskvanın təslim olması SSR-nin müharibədə məğlubiyyət deməkdir. Çünki ən pis halda Volqanı alınmaz qalaya çevrilməyi planlaşdırıblar. Amma paytaxtın işğal altında olması ölkənin mənəvi cəhətdən məğlubiyyəti olacaqdır. Aylar ərzində davam edən müharibədə SSR-nin paytaxtın nasistlərin işğalına məruz qalmayıb. Sovet hərbçilərinə ən çox köməkliyi həmin il hökm sürən soyuq hava şəraiti edib. Nəticədə temperaturun son dərəcə aşağı düşməsi almanların lojistik təchizatı və texniki təminatının çətinliklər yaranmasına səbəb olub. Sovet ordusu 7 yanvar 1942-ci tarixinə qədər baş vermiş döyüşlərdən sonra almanları Moskva şəhərindən 250 km məsafədə uzaqlaşmağa məcbur ediblər.